Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil alemin. Ve sallallahu ve sellem ala nebiyyina Muhammedin ve ala alihi ve sahbihi ecmain. Amma ba'd. Biz Salihlerin Baxsası kitabında 11. bölümü devam edirik. El-Mücahede bölümü, cihad etme. Müellif rahmetullah 12. hadisi burada zikredir. An Ebi Firas Rabiyet ibn Ka'b el-Eslami. Ebu Firas Rabiyet ibn Ka'b el-Eslami Peygamber sallallahu aleyhi ve sellem'in xidmətçisi olubdur. Allah'ın Resulü sallallahu aleyhi ve sellem'in xidmətçisi olubdur. Ondan gelen hadiste Suffa əhlindən idi radiyallahu anh. Deyir ki, Allah'ın Resulü sallallahu aleyhi ve sellem'dən bir yerde gecəlirdim, ona su gətirirdim, onun ehtiyacını yerinə yetirirdim. Və mənə dedi ki, Rabiya ibn Ka'b deyir ki, Peyğəmbər sallallahu aleyhi ve sellem mənə dedi ki, sənni yəni məndən istə. Dedim ki, əs'əluka murafaqataka fil cənnə. Səninlə cənnətdə bir yerdə olmaq istəyirəm. O da dedi ki, əvə qeyrə dəlik, yəni bundan başqa bəlkə nəsə istəyəsən. O da deyir ki, huvə dək, elə onu istəyirəm. Deyir, onda öz nəfsini çoxlu səcdə etməyə alışdır. Məşğul elə, öz nəfsini çoxlu səcdə eləməklə məşğul elə. Ravaha Muslim. Müəllif rahmehullah bu hədisi gətiribdir, nəql edibdir Rabiyə İbn Məlik el-Əsləmidən radiyallahu anhudan. Allahın Resulü sallallahu aleyhi ve sellem'e xidmət edirdi. Peyğəmbər sallallahu aleyhi ve sellem'e xidmət edənlərdən ahrar, azad olanlar idi da. Sayları Rabiyə ibn Məlik idi, İbn Məsud idi, Ənəs idi. Bunlar Peyğəmbər sallallahu aleyhi ve sellem xidmət etmələri onlar üçün şərəf idi. Peyğəmbərə xidmət etmələri onlar üçün şərəf idi. Bu da Suffə əhlindən idi. Həmin o Rabiyə ibn Ka'b radiyallahu anh Suffə əhlindən. Suffə əhli kimdir? Bir vaxtı hicrət elədilər Məkkədən Mədinəyə, sahabələr var idi ki, onların heç nəyə yox idi. Nə malı, nə əhli, nə sığınacağı, heç nəyə yox idi. Peyğəmbər sallallahu aleyhi ve sellem məsciddə bir otağı onlara verir ki, onlar məsciddə o bir otaqda neyləsinlər, qalsınlar. Yəni onlar Məkkədən Mədinəyə hicrət eləmişdilər. Onların sığınacaq yeri yox idi. Peyğəmbər sallallahu aleyhi ve sellem məsciddə, öz məscidində yəni bir otaq onlar üçün təşkil elədi. Bəzi hallarda onların sayı 80-ə də belə çatıbdır. Bəzi hallarda isə ondan az olublar. Və sahabələr onlara yemək gətirirdilər, süd gətirirdilər. Bundan başqa olan şeylər onlara sədəqə verirdilər. Həmin o Rabiyə ibn Məlik də radiyallahu anhu Peyğəmbər sallallahu aleyhi ve sellem'ə xidmət edərdi. Ona su gətirirdi dəsəmaz üçün və onun ehtiyacını yerinə yetirərdi. Amma nə ehtiyacdır? Burada bəyan olunmuyubdur. Yəni, lakin deyir, qəsd burada hər bir nəyəsə ehtiyacı varsa gətirilə biləcək, ona neyərdi, onu gətirərdi. Deyib bir gün Peyğəmbər sallallahu aleyhi ve sellem dedi ki, istə ginən. O danışır ki, hədisi ki, buna dedi ki, istə. Nəyə görə? Peyğəmbər sallallahu aleyhi ve sellem kim ki ona yaxşılıq edirdi, məsələn, xidmətçilərdə xidmət etdikdə yaxşılıq etmiş olur. Ona kim yaxşılıq edirsə də onu mükafatlandırırdı. Çünki Peyğəmbər sallallahu əleyhi və səlləm yaradılmışların ən ikramlı olanıdır. Və deyərdi ki, hədisdə ki, "Mən sana'a ileykum ma'rufan fekafi'uhu." Sizə kim yaxşılıq eləsə, onu mükafatlandırın. O da istəyirdi ki, onu mükafatlandırsın. Peyğəmbər sallallahu əleyhi və səlləm istəyirdi ki, həmin Rabiyə ibn Məliki mükafatlandırsın. Ona dedi ki, istə. Yəni, nə istəyirsən üçün, özün üçün nə istəyirsənsə istə. İnsan belə dedikdə ola bilsin ki, fikirləşə bilər ki, ən birinci ki, yəni birinə deyəndə ki, istə gəlin pul istəyəcək.
və yaxud da mal istəyəcək, belə deyək, mala daxildir qiymətli şeylər. Lakin bunun himməsi çox yüksəkdir, radiyallahu anhunun. Deyir ki, cənnətdə səninlə bir yerdə olmaq istəyirəm. Necə ki deyir, yəni dünyada bir yerdəyəm, yəni sözün mənası odur. Yəni deməsi ki, səninlə dünyada bir yerdə olduğum kimi də istəyirəm ki, cənnətdə də bir yerdə olum. Peyğəmbər sallallahu aleyhi ve sellem deyir, o qeyr edərik, bəlkə başqa bir şey istəyirsən, yəni mənada bundan başqa bir şey. O da deyir ki, yani Peygamber sallallahu aleyhi ve sellem yani imkanı olduğu bir şeyi yani ki neye gücü çatırsa da onu istemesini istəyir ona ki belki gücüm çatdığı bir şey istəyəsən də o da deyir ki öyle bunu istəyirəm bundan başka şey istəmirəm. O da deyir ki sallallahu aleyhi ve sellem onda öz nəfsini çoxlu səcdə eləməklə məşğul elə. Bir geçtir alıştır yani çoxlu səcdə elə. Bu hədisdə olan şahidi odur ki Resulullah sallallahu aleyhi ve sellem ona deyir ki, sən öz nəfsini çoxlu səcdə ilə məşğul elə girən, çoxlu səcdə eləmək çoxlu ruku gətirəcək, çoxlu ruku eləmək çoxlu qiyam gətirəcək və hər bir namaz لأن كل صلاة في كل ركعة منها ركوع وسجودان. Çünki deyir, hər bir namazda ruku var, bir iki dənə də səcdə vardır deyir. Yəni hər rükətdə bir ruku, iki səcdə vardır deyir. Əgər səcdələr çoxalarsa da, ruku da çoxalacaqdır, qiyam da çoxalacaqdır yəni. Burada səcdəni Peyğəmbər sallallahu əleyhi və səlləm zikr elədi də, başqasını demədi. Demək, səcdə namaz qılan bir kəs üçün ən əfsəl heyətdir, duruşdur. Namaz qılan səcdədə olanda o ən əfsəl heyət, duruşudur, bəli, görünüşüdür. Qulun Rəbbinə ən yaxın olan vaxtı səcdədə olan vaxtıdır. Subhanallah. Yəni qul Rəbbinə baxmayaraq ki, ayaq üstədə olanda yaxındır, qurquda da, səcdədə də, oturaraq da, lakin ən yaxını nədir Rəbbinə yaxın olan vaxtı? Səcdədə olduğu vaxtı. Burada səcdənin fəzilətinə dəlil vardır. Alimlər ixtilaf ediblər ki, qiyamda çox durmaqmı, yoxsa rukuda mı, yoxsa səcdədə mi çox durmaq, hansı əfsəldir? Onlardan bəziləri deyirlər ki, qiyamda çox uzun durmaq daha əfsəldir və bəziləri deyirlər ki, rukuda və səcdədə uzatmaq, yəni çox durmaq nədir, daha əfsəldir. Səhih olan odur ki, namaz lazımdır ki, hərəkətlər hamısı bir-birinə münasib olsun, yaxın olsun hərəkətlər. Qiyamda çox durursansa, rukuda çox elə, səcdən də çox elə bu formada. Yalnız وإلا فإن القيام بلا شك أطول من الركوع والسجود في حد ذاته. Yani şək yoxdur ki, yəni qiyamda durmaq, rukudan da, səcdədən də öz zatında daha uzundur. Qiyamda durub namaz qılması, yəni. Lakin insana lazımdır ki, rukunu da, səcdəni də neyləsin, qiyamda olduğu kimi uzatsın. Qısaldırsa da qiyamı, rukunu da, səcdəni də qısaltsın. Həmçinin burada dəlil vardır ki, namaz, nə qədər ki namazı çoxaltsan, o daha xeyirdir. Yalnız qadağa olunan vaxtlar istisnadır. Qadağa olunan vaxtlar istisnadır. Qadağa olunan vaxtlar günəşin çıxdığı vaxt. Özür istəyirəm, fəcrin çıxdığı vaxt. Məsələn, sən sübh namazını qıldın, günəş çıxana kimi qılmırsan. Yəni günəş bir nizənin ucu qədər, çıxdığı qədər namaz qılmırsan. Günorta, göyün üzündə olduğu vaxt, günorta düz ortada olanda həmin vaxtda qılmırsan, hətta günəş məğribə tərəf meyl edənə kimi. Əsr namazından məğribə kimi, yəni əsrdən sonra qılmırsan, əsas bu üç qada olunan vaxtı ki, caiz deyil insana ki, bu vaxtı müstəhəb bir namaz qılsın. Onun üçün caiz deyil. Yalnız səbəbli bir namaz qıla bilər. Məscidə girərkən təhiyyətül məscid, dəst namaz sünnəsi olan, buna oxşar. Yəni. Həmçinin bu hədisdə dəlil vardır, bir kişi azad bir kişinin xidmətçi işlətməsinin caiz olması. Yəni bizlərdən biri özümüzə xidmətçi götürə bilərik. Yəni.
Yəni bu pis bir məsələ deyil. Yəni insan pis bir istək deyil. Yəni Peyğəmbər sallallahu əleyhi və səlləm kimləsə nəsə istəməyə qadağan edib də, düzdürmü? Yəni bu o pis istəyə daxil deyil. Kimdənsə nəsə istəmə. Mesela sen bir insanlardan birine deyirsən ki, sənə xidmət edəndə mənə falan şey ver. Burada hiçbir işgal yoktur. Və yaxud da ki, evin sahibinə deyirsən ki, mənə su ver. Mənə bir fincan qəhvə süzgünə. Bu hiçbir işgali yoktur. Çünkü bu pis olan istəkdən sayılmır. Yəni o sual ki var, insanlara demək ki, mənə nəsə ver. Əksinə bu təməmi diyafə, yəni qonaqlığın tamamındandır. Yəni birisi bu xidmət edir. Yəni bunun üzərində insanlar adət olaraq necə gedirlər, öz adətləri var. Mənim üçün burada dəlil vardı ki, Resulullah sallallahu əleyhi və səlləm yəni bir nəfər də cənnətə daxil etməyə malik deyil. Çünki o deyəndə ki, istəyirəm cənnətdə sən bir yerdə olum, deyir, səcdəni çox etkinən, onu ibadətə yönəltdi. Bugün görsən batil əqidə üzərində olanlar, şiələr bunlara oxşar kəslər nə deyirlər? Deyirlər ki, Hüseyin cənnətə salar, cəhənnəmdən çıxarır. Peyğəmbər sallallahu bunu edə bilmirsə və onun nəvəsi necə edir bunu? Düzdür, o yaradılmışların ən əfsəli olanıdır, sallallahu aleyhi ve sellem. Onun üçün də yəni bir kəsə zamin durmur ki, yəni bu kişi istəyəndə ona da zamin durmur ki, yəni o istədiyi bir şey desin ki, məndən bir yerdəsən, bu söz deyə bilmir yəni. Lakin ona deyir ki, öz nəfsini çoxlu səcdə etməyə məşğul etkinə. Yəni insan çoxlu səcdə etdikdə, hansı ki Peyğəmbər sallallahu onu vəsiyyət eləmişdi, daha haqlı olur ki, Rasulullah sallallahu əleyhi cənnətdə yaxın olsun. Sonra burada 13-cü hədis gəlir. Mümkün səbəbdən davam edərik. Allah təala istəyirəm ki, bizlər işdə faydalanır.